Dua yalnız dil ile edilen bir istek değil. Dua müminin Allah ile yaşadığı bir ruhi hayatıdır. O duasında Rabbini axtarar. Dərdlərini ona deyər. Onunla olan münacatda, yalvarışda rahatlıq tapar. Qəlbi ilə təvazükarlığın və qəbul olunan duaların aləmlərində gəzər. O qədər ruhən dərinləşər ki, bəzən dua etdiyi dərdi belə unutmağa başlayar. O Allah'a yalvarışdan, münacat, səslənişdən həzz alar. Dua yalnız ehtiyac üçün edilən bir vasitə olaraq deyil, Allahla qəlbi bir bağ qurmaq və ruhi rahatlıq tapmaq üçün bir ibadətdir. Əsla dua yalnız dil ilə yox, qəlb ilə edilən bir səfərdir. Qəlbən bunu hiss etmək acizliyi. Bu zaman insan yalnız istəklər üçün deyil, Allah'a yaxın olmaq üçün dua edər. Nəticədə isə bəzən istədiyini belə unudar, çünki duanın özü ilə bir ruhi doyum yaşayar. Qəlbində bir rahatlıq olar. Bax, duadan belə həzz almalıdır insan. Belə yanaşmasa duası tam güclü olmaz.